Sağolunuzlar. Bugün Ümrə vlogunun davamını çəkirik. Ümrə turu özəvini, ona görə bu günü də çəkmək istədim. Bütün günləri çəkmirəm. Sadəcə hər yerdən bir gün gedəndə gələndə 4 video. Hazırda səhər yemək vaxtıdır. İndi videonun çox yerində səsim olmayacaq. Sonradan əlavə edəcəm. O qədər hələlik sağ olun. Əziz zəvvarlarımız Quba məscidinə gəldik. Biz dünən də gecə gəlmişdik bura. Yenə düşürsünüz. Hazırda gördüyümüz məscid Quba məscididir. Bu Peyğəmbərimizin hicrət zamanı tikdirdiyi ilk məsciddir. Və ilk namaz burada qılınmışdır. Biz hal-hazırda buradayıq. Turun ilk məkanı Quba məscidi oldu. İçərisi gördüyümüz kimi belədir. Təbii ki, ilk zamanlar belə değildi. Ancaq sonradan restore edilərək bu hala getirilmişdir. Çöldən də çəkmişəm. Videonun bəzi yerlərində səsim çıxmır. Yəni bilərək səsi bağlayıram. Özüm ora sonradan səs əlavə edəcəm. Hələ ki belə vaxtımız azdır. Ona görə çox video çəkəmirəm. 10 dəqiqə burada olmalıydıq. 10 dəqiqəni keçmişik. Belə. Sağ olun, avtobusa binirik indi. Başqa bir məkanda bir daha ekranın kamerayı açacaq. İndi isə büyütürken ön tarafı esas almış. Qibləteyn məscidindəyik. Şimdi 2 rekat Allah razı olsun. Burada Türklər də gəlir. Qibləteyn məscidi iki qibləli məscidi olaraq Peyğəmbərimiz əvvəllər tam olaraq bura tərəf dönür, Qüdüsə tərəf namaz qılırdı. Ancaq ondan sonra Yahudilərin onu narahat eləməsi ilə Allaha dua edir və Allahdan ona namazdayken bura yox, Kəbəyə tərəf dönməyini istəyir və Peyğəmbərimiz tam üzən dərəcə dönərək Kəbəyə tərəf yönəlir və Qibləteyn məscidi iki qibləli məscid olaraq, Sələmoğulları məscidi olaraq keçir. Çöldən çox qəşəng görsənir. Dostlar, burada Qibləteyn məscidini çöldən görmüşdük. Biraz uzaqlaşın. Habibi, this way. Dostlar, gördüyünüz yer isə Uhud müharibəsinin olduğu yerdir. Səsi burada olmayıb, bəzi yerlərdə çox qısa olub video üzülüşlərindən görə də indi görürəm. Hal-hazırda xurma bağına gəldim. Türklərimdir, gəldik. İndi oturacaq, yemək yiyəcəyik, sonra çıxacaq, məncə otelə qayıdacaq. Polen tozu üretmektedir. 100 yaşına kadar yaşar. Dişi hurma ağacı buluğ çağına girdikten sonra hem hurma verir hem yavru verir. En verimli çağ. Ne yerik? Elə belə çıxmışıq, nəsə alacaq. Sabah əslində məkədə nəsə alacaq, röşlər, yeməyə falan. Belə. Çox çəkənmədim, amma çox yoruldu həddindən artıq. Nəhayət dostlarımdan idim. Hər yerə getdik də, moluna getdik, küçələrinə getdik. Biraz şey aldıq, zikir mati, nə bilim, kabro, qulaqsız falan, yeməyə falan bir şey. İbadət üçün şeylərin çoxusunu Məkkədən alacağım. Çünki oradan olsa yaxşısı olar da, Kəbə orada da ona görə. Və Məscid-i Nəbini bu günləri deyəsən çəkməmişəm. Ona görə çəkim çünki yəni Mədinə turu deyirəmsə orada olmalıdır. Kənarından keçəndə də yaşıl günbəzi çəkərəm. Salavat. Əslində ilk videoda yoxdur deyəsən. Amma YouTube Shorts'da var. Onu da izləyənə unutmayın. Otel otağına gedəndə də yəqin ki nə aldığımı göstərəcəm. Hələlik sağ olun. Görüşənə. Otalı çəkmədim. Otaqda uşaqlar istəməli. İndi bir daha gedirəm Məscid-i Nəbiyə. Çünki son gecəmizdir.
Çok istəyərdim evə almaq. Necə keçsə bilmədim. Amma sabah daha qəşəng bir yerə gedirik. Allahın evinə. Elə. Normalde video çekmeyecektim. Adam çok olurdu. Ama şanslıyım ki yani bura çabası olurken hatta videosunu indi koyum. İnşallah unutmam. Yani çabası olarken indi çok rahat bir şekilde gelirəm. Hal-hazırda Peyğəmbərimizin Ravza-i Mütəhhara hissəsini gəldi yəni. Onun dəqiqələrimi alardı ama bomboşdur. Bəxtim gətirdi. Və mən çox dolu olar deyə girməyəcəydim az qalsın. Videomuz bura qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, görüşmək üzere.